Maşınların qiyməti bərk düşüb. Məncə bundan istifadə edin, vaxt itirməyin. Çünki gələn ildən hibrid maşınlara edilən güzəşt aradan qalxacaq. Yəni təzə maşınlardan söhbət gedir. Maşın satan fərdi şəxslər tanıyıram ki, maşını 20.000 manatdırsa, işlənmişdən söhbət gedir, satılması üçün 2.000, hətta 3.000 manat belə keçməyə hazırdır. Licbi maşını əldən çıxartsın. Çin maşınları bazarı bərk vurub, amma yenə deyirəm, bunun əslində bir yaxşı tərəfi budur ki, işlənmiş maşınların şişirdilmiş qiymətləri əsl dəyərinə düşüb. Amma hələ də dörd-gözü, hələ də 18.000 manata satmaq eşqi ilə yaşayanlar da az deyil. Onlar hələ də var. O dörd-göz ki, Almaniyada ondan çıxan zəhərli qaza görə sən onu heç xotluya belə bilməzsən. 500 avro cəriməsi var. Və həmin maşınların qiyməti uzağı 200 avrodur Almaniyada. Bax, bizim kanala ən çox gələn sual var. Soruşurlar ki, qardaş, hansı maşını məsləhət bilirsən bu işlənmişlərdən? Yəni 15-20 min arası. Bir cavab deyəcəm. Hyundai Kia.